إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد deməli hər bir müsəlmana dünyadaykən bu dünya həyatında gərəkli olan və Allahdan istədiyi dini üzərində, imanı üzərində sabit qalmaq və bu Peyğəmbər sallallahu aleyhi və səlləmin də bizə öyrətdiyi və tövsiyə etdiyi şeydir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm özü həmçinin sabitçilik üçün dua eləyərdi, Allahdan sabitlik diləyərdi və deyərdi ki, ya muqallibəl qulub, səbbit qalbi alə dinik. Ey qəlbləri döndərən, məni dinində sabit et, qəlbimi dinində sabit et. Və hətta möminlərin anasından varid olur ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin ən çox etdiyi dualardan idi. Çünki həqiqətən sabitçilik, insanın din üzərində, iman üzərində sabit qalması artıq demək olar ki, getdikcə çətinləşən məsələlərdəndir. Çünki fitnələr çoxaldıqca, günahlar, asiliklər çoxaldıqca, fitnələr, növbə-növ fitnələr artdıqca insanın din üzərində sabit qalması çətin olur. Və Peyğəmbər sallallahu aleyhi və səlləm səhih hədisdə buyurur ki, İnnə min vəraikum əyyəməs sabr. Deyir ki, qarşıda sizi səbir günləri gözləyir. Və həmin günlərdə imanı qorumaq, imanı saxlamaq, əldə közü saxlamaqdan daha çətin olacaq. Yəni, bu məcazi bir məna deyil. Peyğəmbər sallallahu aleyhi və səlləmin bu sözü, məcaz deyil, həqiqətdir. Həqiqətən də görsən ki, elə bir an olur, elə bir vaxt olur, elə bir zaman gəlir ki, fitnələr o qədər çoxalır ki, imanı qorumaq əldə közü saxlamaqdan daha çətin olur. Və Allah subhanahu taala Quran-ı Kərimdə buyurur ki, Yüsəbbitullahu ləzinə əmənu bil qavli səbiti fil həyati dünya və fil əxirə. Deyir ki, Allah Taala möhkəm olan, sabit olan sözlə iman gətirənləri həm dünyada, həmçinin də ki, axirətdə sabit edər, möhkəm edər. Ayə budur. Və İbn-i Qayyim rahimehullah bu ayənin ətrafında danışır, çox gözəl faydalardır. Və İbn-i Qayyim rahimehullah buyurur ki, Kenzun azimun mən vuffiqa li mazinnətihi və əhsənə istixracəhu və iqtinəhu. Deyir ki, buna müvəffəq olan kimsə və bu sabitçiliyi yaşayan və bunu idarə etməyi bacaran kimsə böyük bir xəzinə əldə etmiş olar. Və ənfəqa minhu fəqad qanim. Və deyir ki, kim deyir ki, bu kəlməni, sabitçiliyi, sabit olmağa müvəffəq olarsa, Allah Taala onu sabit olanlardan edərsə, bu kimsə deyir, qənimət əldə etmiş olar. Və mən huriməhu fəqad hurim. Və Allah kimi məhrum edərsə, o kimsə məhrum olan kimsədir. Və zəlikə ennəl abdə la yestəğni an təsbitillahi ləhu tarfətə aynin. Qul bir göz qırpımı belə Allahın onu sabit etməsindən ehtiyacsız deyil. Hətta bir göz qırpımı belə olsa, sənin Allah Taala'nın səni sabit etməsinə ehtiyacın var. فَإِنْ لَمْ يُثَبِّتْهُ وَإِلَّا زَالَتْ سَمَاءُ إِيمَانِهِ وَأَرْضِهِ عَنْ مَكَانِهَا. Əgər deyir ki, Allah Taala onu sabit etməzsə, Allah Taala deyir ki, insanı
iman üzərində, dini üzərində sabit etməzsə, onun deyir ki, imanının tavanı sökülər. Yəni, yerlə yeksan olar onun imanı, darmadağın olar. وَقَدْ قَالَ تَعَالَ لِأَكْرَمِ خَلْقِهِ عَلَيْهِ عَبْدُهُ وَرَسُولُهُ deyir ki, Peyğəmbər Allah Subhanahu taala ən hörmətli quluna Peyğəmbər sallallahu aleyhi və səlləmə Quran-ı Kərimdə xitab edir. Baxın, Peyğəmbər sallallahu aleyhi və səlləmə deyir Allah taala. Deyir ki, وَلَوْلَا أَنْ ثَبَّتْنَاكَ لَقَدْ كِدْتَ تَرْكَنُ إِلَيْهِمْ شَيْئًا قَلِيلًا. Deyir ki, əgər biz səni sabit qədəm etməsəydik, sən azca da olsa onlara meyl eləyərdin. Yəni, baxın, Allah Subhanahu taala və xitab olunan da Peyğəmbər sallallahu aleyhi və səlləm. Əgərdir ki, biz səni sabit qədəm etməsəydik dinin, imanın üzərində, sən deyir ki, onlara meyl edərdin. Fəl-xalqu kulluhum qismən. İbn Qayyim rahimehullah buyurur ki, insanlar iki növdür. Muvaffaqun bit-təsbiti və məxzulun bi-tərki-təsbit. Yəni, birinci qisim sabitçiliyə müvəffəq olan kimsələr. İkincisi də ki, sabitlikdən, Allahın onları sabit etməsindən məhrum olan kimsələr. Və məddətü təsbiti asluhu və mənşəuhu minəl qavli səbit. Və indi birinci qisim barəsində danışır. Deyir ki, sabitçiliyin əsli və mənşəyi doğru sözdəndir, doğru danışmaqdandır. Sabitçiliyin əsli və mənşəyi nədir? Doğru danışmaq, sadiq olmaq. Və fi'lu mə umira bihil abdu. Və yəni ona əmr olunanı yerinə yetirməkdə. Həm doğru söz, həmçinin də ki, ona əmr olunanı yerinə yetirməkdə. Fəbihimə yusəbbitullahu abdəhu fəkullu mən kənə əsbətə qavlən və əhsənə fi'lən kənə ə'azzamu təsbitən. Baxın, deyir ki, Allah Taala insanı bu iki şeylə sabit eləyir. Sözündə doğru olduğuna görə, sadiq olduğuna görə və həmçinin də ki, əmr olunanını yerinə yetirdiyinə görə. Və buyurur ki, nə qədər insanın sözü, danışığı doğru olarsa, gözəl olarsa, əməli gözəl olarsa, bir o qədər də deyir ki, onun sabitçiliyi böyük olar. Bir o qədər də insanın sabit olması möhkəmlənər. Allah Teala Quran-ı Kərimdə buyurur ki, əhli kitaba, Yahudilərə və xaçpərəstlərə xitab eləyir. Buyurur ki, وَلَوْ أَنَّهُمْ فَعَلُوا مَا يُوعَظُونَ بِهِ لَكَانَ خَيْرًا لَهُمْ وَأَشَدَّ تَثْبِيتًا. Allah Teala buyurur ki, əgər onlar özlərinə olunan öyüd nəsiyyətə, yəni Peyğəmbərlərin gətirdiyi dəvətə, Peyğəmbərlərin onlara olan öyüd nəsiyyətinə, moizələrinə əməl etsəydilər, onda deyir ki, bu onlar üçün daha xeyirli və daha mükəmməl olardı, daha sabitçilik olardı. Yəni, o əşəddə təsbitə deyir Allah Teala. Yəni, onların sabit qalması üçün səbəb olardı. Yəni, ayədən də görsənən nədir? İnsan eşitdiyinə əməl etməsi insanı sabit edən amillərdəndir. Fəəsbətun nəsi qalbən əsbətuhum qavlən. İbn Qayyim rahimehullah buyurur ki, insanların qəlbi sabit olanı sözündə də sabit olanıdır. Yəni, nə qədər insanın qəlbi sabitdirsə, doğrudursa, möhkəmdirsə, bir o qədər də dili də, danışığı da doğru olacaq. وَالْقَوْلُ الثَّابِتُ هُوَ الْقَوْلُ الْحَقُّ وَالصِّدْقُ. Yəni, biz dediyimiz zaman insanın danışığının, sözünün doğru olması, sadiq olması, burada qəsd etdiyimiz nədir? Yəni, insan haqqı söyləməsi və yəni danışdığı zaman doğrunu danışması. Danışdığı zaman doğrunu danışması. فَمَا مُنِحَ الْعَبْدُ مِنْحَةً أَفْضَلَ مِنْ مِنْحَةِ الْقَوْلِ الثَّابِتِ. İbn Qayyim rahimehullah buyurur ki, insana, bir qula
doğru danışmaqdan daha əfsəl bir şey verilməyib. Yəni bir müsəlmana verilən əndir ki, üstün şey onun doğru danışmasıdır. Sözünün doğru olmasıdır. وَيَجِدُ أَهْلَ الْقَوْلِ وَيَجِدُ أَهْلُ الْقَوْلِ الثَّابِتِ ثَمَرَتَهُ أَحْوَجَ مَا يَكُونُونَ إِلَيْهِ فِي قُبُورِهِمْ وَيَوْمَ مِعَادِهِمْ. Deyir ki, sözlərində doğru olan kimsələr, yəni sözləri düzgün olan, sadiq olan kimsələr, danışığında düzgün olan kimsələr, verdiyi sözü yerinə yetirən kimsələr, sözündə doğru olanlar, bunlar deyir ki, ən ehtiyaclı günlərdə, qəbirdə və axirət günündə deyir ki, bunun faydasını və səmərəsini görəcəklər. Ki, yəni doğru danışmaq insana nə qədər fayda verir. Necə ki, Səhih Müslimdə hədisdə gəlir, Bara ibn Azib radiyallahu anhudan və həmin hədisdə keçir ki, yəni bu ayə yəni qəbir əzabı barəsində nazil olan ayədir. Yəni ki, öncə oxuduğumuz ayə ki, Allah Subhanahu taala buyurur ki: "Yusabbitullahu allazina amanu bil qawli sabiti fil hayatid dunya və fil axirə." Allah Taala iman gətirənləri o möhkəm olan, sabit olan kəlimə ilə həm dünyada və həmçinindəki axirətdə sabit edəcək. Və bu möhkəm olan kəlimə necə ki təfsirdə gəldiyi kimi la ilahe illallah kəlməsidir. Və insan bunu dilinlə deməsi ilə yanaşı, qəlbi ilə etiqad etməsi ilə yanaşı, həmçinindəki əməllərinlə də onun tələb etdiyi şeylərə əməl etməlidir. Və Allah Subhanahu taala ayədə buyurur ki, Allah Taala onları dünyada və axirətdə sabit edəcək. Və həmçinin ayədə təfsirdə alimlər buyururlar ki, axirətdə deyildiyi zaman, yəni qəbirdə ora daxildir ki, sorğu-sualda Allah Taala onları, yəni o iman gətirən kimsələri yəni sabit qədəm edəcək. Allah Subhanahu taala bizim imanımızı sabit qədəm eləsin. Amin. Allah Subhanahu taala bizləri dini üzərində və iman üzərində sabit etsin. Amin. Subhaneke Allahumma və bihamdik. Əşhədu ən la ilahə illə ənt. Əstəğfiruka və ətubu ileyk.